Səhər saatlarından Nərimanov rayonu Fətəlxan Xoyski küçəsi 5 ünvanında olduq. Bu gündən burada Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə sayca 8-ci kənddən şəhərə yeni il yarmarkası fəaliyyətə başlayıb. Yarmarkada ölkənin 35 regionundan gələn 80-ə yaxın fermer təsərrüfatlarında yetişdirdikləri 140-dan artıq məhsul çeşidini satışa çıxarıb. Quba rayon Hacıqayıb kəndindən gəlmişik yarmarkaya. Gəlsinlər, qəşəng meyvələrimiz var. Heyvanımız var, xurmamız var. Göz qabağında da 50 qəpikdən ən bahalısı manat yarım. Lavaş gətirmişəm, bal gətirmişəm, özüm arı təsərrüfatım var. Mal, heyvanda xalam qızları saxlayır, ondan gətirirəm. Pendirdir, süzmədir, qaymaqdır, hamısından gətirmişəm. Təbii və keyfiyyətli məhsullar gətirmişik. Apelsin gətirmişik, mandarin gətirmişik, kinkan gətirmişik, limon gətirmişik, yerli və mehri sortlarından. Qiymətlər də münasib qiymətlərdir. Yəni bura yarmarka yüksək səviyyədə təşkil olunub. Yəni müştərilər də gəlib yaxşı məhsullar burada əldə edə bilərlər. Alıcılar da məhsul bolluğundan və qiymətlərdən razılıqlarını bildirdilər. Yəni münasibdir qiymətlər, xoşuma gəlir. Yəni biz də gəldik ki, buradan evimizə alış-veriş edək. Hər şey qaydasındadır. Normal qiymətə verirlər. Biz lazım olanda biraz da aşağı düşürlər. Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin üzvü Faiq Hüseynov bildirdi ki, yarmarkanın keçirilməsinin əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışını dəstəkləmək, fermerlərə alternativ satış kanalları təqdim etmək və bayram ərəfəsində şəhər sakinlərini yerli, keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir. Məhsulların keyfiyyəti barədə hər hansı sual olduqda, yarmarka ərazisində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin səyyar laboratoriyalarına müraciət edilə bilər və yerindəcə məhsullar analiz olunmaqla analiz nəticələrinə baxıla bilər. Qeyd edeyim ki, yarmarkada satılan məhsulların keyfiyyəti bizim üçün çox önəmlidir. Bizim həmçinin bu il Gənclik yarmarkasının keçirilməsindən əlavə yarmarkaların əhatə dairəsini genişləndirmək nəzərdə tutulmuşdur. Belə ki, dekabr ayının 25-dən etibarən əlavə 10-a qədər metro stansiyalarının çıxışında da Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyəti tərəfindən səyyar yarmarkalar təşkil edəcəkdir. Həmçinin ilk dəfə Sumqayıt şəhərində də bu yarmarkanın təşkili nəzərdə tutulmuşdur. Qeyd edək ki, fermerlər yarmarkada satış üçün yerlə, həmçinin piştaxta, tərəzi və digər lazım olan avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar. Yarmarka dekabrın 20-sindən 30-una dək davam edəcək.